Bəli, Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyətinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 9-cu Bakı Ürək Günləri tədbiri, beynəlxalq konfransı davam edir. Tədbir çərçivəsində Azərbaycan başda olmaqla bir çox türk dilli dövlətlərdən olan kardioloqlar, ürək-damar cərrahları məhz öz təqdim etdikləri məqalələr və tezislər əsasında müzakirələrini davam etdirirlər. Tədbirin əsas qayələrindən biri bildiyiniz kimi kardiologiya və ürək-damar cərrahiyyəsinin ən mübahisəli problemlərini əhatə etməkdir. Konqresdə həm yerli, həm də xarici mütəxəssislər öz məqalələri ilə, öz tezisləri ilə qarşılıqlı əməkdaşlığın təşviq olunması istiqamətində müzakirələr aparırlar. Elə hazırda davam edən, konqres çərçivəsində davam edən tədbirdə məhz konqresin baş mövzusu olan Türk Dövlətləri Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin əsas toplantısıdır. Toplantı çərçivəsində professor doktor Kamran Musayev, professor doktor Firdovsi İbrahimov və Türkiyədən olan kardioloq, ürək-damar cərrahı Murad Sargın öz çıxışlarında türk dilli dövlətlər arasında kardiologiya sahəsindəki əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən bəhs etdilər. Hələlik ki, sessiyalarda davam etməkdədir. Bizim Bakı Ürək Günləri çərçivəsində keçirilən 9-cu konqresdən çatdıracaqlarımız bu qədərdir. Söz təkrar sizdədir.